Bu videomuzda Power BI-də data tipləri ilə tanış olacağıq. Data tiplərinin düzgün seçilməsi bizim hesablamalarımızın, filtrlərin və vizualların düzgün işləməsi üçün çox vacibdir. Datasetimizə nəzər yetirsək, burada bir neçə sütun və bir neçə müxtəlif data tiplərimiz mövcuddur. Bu Excel-i Power Query-də nəzərdən keçirsək, Power Query-də ümumiyyətlə sütunumuzun tipini görməyimiz üçün sütun adının sol hissəsindəki bu hissəyə nəzər yetirməliyik. Data tipləri bu hissədə yerləşir. Məsələn, decimal number bizdə onluq ədədləri ehtiva edir. Whole number isə tam ədədləri göstərir. Date time həm vaxtı, həm zamanı göstərir. Həmçinin vaxt və zaman ayrı-ayrılıqda da ifadə edə bilərik. Text isə bizdə mətn məlumatlarını ehtiva edir. Employer ID sütunu ilə başlayaq. Məsələn, gördüyünüz kimi bu sütunda sadəcə rəqəmlər var və ona görə biz bunu text tipindən whole number-a çevirməyimiz daha düzgün olar. Daha sonra name, department və month sütunlarımız isə sadəcə mətnləri saxlayır deyə text tipində olmaları düzgündür. Bonus sütununda isə rəqəmlərdən ibarətdir və bunun tipi mətndir. Biz bunu dəyişib whole number seçməliyik. Bonus tekstdə həm rəqəm, həm də hərf olduğu üçün tekst seçməyimiz daha düzgün olar. Məsələn, biz bunu text yox, whole number seçsək, hərf olduğuna görə errorlar baş verəcək. Hərf olmayan xanalarda isə sadəcə rəqəmi düzgün şəkildə göstərir. Ona görə text seçməyimiz daha düzgün olar. Burada isə ABC 1, 2, 3 ümumiyyətlə nə ifadə edir? Əgər bir sütunumuzda birdən çox tip mövcud olarsa, məsələn, burada həm date, həm time var, burada isə date var. Birdən çox olduğuna görə Power BI-də ümumiyyətlə Excel-də olduğu kimi general tipində tip müəyyən edir. Yəni tipi yoxdur, qarışıqdır və yaxud da. Biz bunu istəsək date edə bilərik, istəsək time edə bilərik və ya məsələn burada date time, time zone seçə bilərik, bizə hansı tip uyğundursa. Daha sonra performans skoru sadəcə rəqəmlərdən ibarətdir. Whole number-dır, bu doğrudur. Faiz sütunumuz isə decimaldır. Sadəcə biz bunu faiz seçsək, gördüyünüz kimi hər biri faizlə ifadə olundu. Beləliklə biz Power BI-də ən çox istifadə olunan data tipləri ilə tanış olduq. Məlumatları import etdikdən sonra data tiplərinin düzgün təyin olunması sonrakı analiz mərhələləri üçün çox vacib addımlardan biridir və burada diqqətli olmalıyıq.